Müşfiq, təbrik edirəm. Bugün də önəmli qələbə qazandınız. Yəni düzdür, qələbələrin hamısı vacibdir komanda üçün. Yəni hər oyuna qələbə qazanmaq üçün çıxırsınız. Bugünkü oyunu şərh eləyərdin. Yəni ilk hissədə demək olar ki, oyunun taleyini həll etdiniz, amma yəni ağır oyun oldu. Yəni elə də asandır. Kənardan görsəndə 4-0 asan gəlmədi. Oyunu zəhmət oldu şərh eləyək. İlk öncə qələbə münasibəti ilə komandanı təbrik edirəm. Məşqçiləri, başqanı, hamısını təbrik edirəm. Həmişə Ağdaş səfər, rayon səfərləri ümumiyyətlə hamısı çətin olur. Bunu hamı məlumdur. Biz çempionluğu oynayan komandayıq. Bizim üçün hər oyun finala bərabər oyundur. Heç kimə boş yanaşmırıq. Əsas odur ki, qələbə qazandıq münasibətlə. Komandamı təbrik edirəm, Ağdaş komandasına uğurlar arzu edirəm. Onda bu son sualımı da verim. Yəni komanda meydan sahibləri, yəni 4-0 uduzmaqlarına baxmayaraq, yəni müqavimət göstərirdilər və sona qədər demək olar ki, dirənib oyun oynadılar. Yəni belə daha yəni Xankəndi üçün də, yəni belə oyun daha azarkeşlərə də yəni xoş olur, komandanın özünə də xoş olur. Belə deyim də, yəni bütün rəqiblər bizi analiz edirlər və ciddi şəkildə bizə hazırlaşırlar. Yəni hər bir rəqib bizim üçün ciddidir. Ona görə də bizi ciddi bilirlər, ciddi rəqib kimi görürlər, ona görə də elə hazırlaşırlar. Bu normal haldır. Biz çempionluğu oynayan komandayıq. Hamısı mən bunu normal qarşılayıram. Rayon komandaları həmişə çətin olur. İndən sonra çempionat ildən sonra başlayır bizim üçün. Ağır səfərlərimizdən birini keçdik, qələbə qazandıq. Oldu, təşəkkür edirəm, uğurlar arzu edirəm.